Müstəqil Azərbaycanda parlament seçkiləri başlayandan bəri və bu isə bilirsiniz ki, ilk dəfə 1995-ci ildə olub parlament seçkisi. Bu hakimiyyət, Əliyev hakimiyyəti Müsavat Partiyasını, xüsusən də partiyanın rəhbərliyini parlamentdə buraxmamaq barədə gizli bir qərar qəbul edibdir. Və bu qərar bütün seçkilərdə faktiki olaraq gerçəkləşdirilibdir. Və Sərdar bəyin dediyi hadisə isə 2010-cu ilə aid hadisədir. Sərdar bəy haqlıdır. Yox, üzr istəyirəm, 2005-ci ildir həmin hadisə. Və həmin seçkidə təkcə Sərdar bəyin haqqında danışdığı partiya sədri yox, mənim dairəmdən namizəd olan bütün namizədlər Ramiz Mehdiyevin ya özündən, ya onun işçilərindən göstəriş alaraq mənə qarşı kampaniya aparırdılar. Əslində qalsa bu 2005-ci il seçkilərində də belə olubdu və 2010-cu ildə seçkilərində belə olubdu və o zaman da mənim bu məsələ ilə bağlı müəyyən dediklərim kifayət qədər geniş yayılmışdı. Son günlərdə də geniş yayılıbdı. Və ola bilər ki, bu axırıncı hadisə, bəli, Sərdar bəyin dediyi hadisə 2010-cu il seçkilərinə aiddir və mən onun hansı partiya sədrini nəzərdə tutduğunu da bilirəm. Amma eyni zamanda bir daha təkrar edirəm ki, Ramiz Mehdiyevin tərəfindən mənə qarşı təhqiramiz fəaliyyət göstərmək tapşırığını alan təkcə Sərdar bəyin dediyi həmin partiya sədri deyildi. Digər namizədlər də o cür tapşırıqlar almışdılar. Onların da hərəsi öz tərbiyəsinə uyğun şəkildə bəziləri çox, bəziləri az deputat olmaq naminə Ramiz Mehdiyevin və Ramiz Mehdiyevlərin tapşırığını həyata keçirməyə çalışmışdılar. Buna nail olmamışdılar. 2010-cu il seçkisində də mən seçkidə iştirak edən vətəndaşlarımızın əksəriyyətinin səsini almışdım. Amma hakimiyyət hər zaman olduğu kimi mənim qələbəmi tanımamışdı və parlamentə buraxmamışdı. İsa bəy, həmən partiya sədrinin adını bilmək olar, yoxsa? Həmin adam artıq siyasi fəaliyyətdən çəkilibdir və son vaxtlar bilirsiniz ki, hakimiyyət partiyaların sayını azaltmaq, onların rəhbərliyini dəyişmək kimi bir kampaniya başlayıbdır. Həmin adam da müəyyən müddətli ümumiyyətlə partiya fəaliyyətindən çəkilib, deyəsən partiyası da fəaliyyətini bitiribdir. Ona görə də indiki mərhələdə onun adını çəkməyə ehtiyac duymuram. Əgər Sərdar bəy istəyərsə adını çəkər. Tamam, təşəkkür edirəm. İsa bəy, növbəti sualım bölgəmizdə, regionumuzda baş verən son hadisələrlə bağlıdır. Bildiyiniz kimi... Üzr istəyirəm İlqar bəy. Yəni, Ramiz Mehdiyev mövzusu ilə bağlı bəzi fikirlərimi dedim. Amma sizin başqa bir sualınıza da o kontekstdə mən cavab vermək. Siz sual qoymuşsunuz ki, Azərbaycanda yeni mərhələ başlayır. Belə bir sual səsləndirmişsiniz. Mən hesab eləmirəm ki, Ramiz Mehdiyevin haqqında cinayət işinin başladılması Azərbaycanda yeni mərhələnin başlanması deməkdir. Amma eyni zamanda mən hesab edirəm ki, Azərbaycanda yeni mərhələnin başlanmasına ehtiyac var. Və hakimiyyət özü bu ehtiyacı dərk etməlidir. Bəlkə də dərk edirlər, ancaq dərk etmirlərsə də dərk etməlidirlər və başa düşməlidirlər ki, dünya dəyişir və dəyişən dünyada Azərbaycanımızın da yeri daha yüksək səviyyədə olmalıdır və bunun üçün Azərbaycanda da yeni mərhələyə ehtiyac var. Azərbaycanda da haqqa, ədalətə ehtiyac var. Azadlıqların bərqərar olmasına ehtiyac var. İstər siyasi azadlıqların, istər iqtisadi azadlıqların. Azərbaycanda siyasi azadlıqlarla yanaşı söz azadlığına, sərbəst toplaşma azadlığına böyük ehtiyac var. Azərbaycanda gerçək seçkilərin keçirilməsinə ehtiyac var. Azərbaycanda məhkəmələrin müstəqilliyinə ehtiyac var. Azərbaycanda qanunun aliliyinə ehtiyac var bütövlükdə. Və bu mərhələyə böyük ehtiyac var və Ramiz Mehdiyevin haqqında cinayət işinin qaldırılmasından daha vacib Azərbaycan 5 il əvvəl torpaqların işğaldan azad etdi və 2 il əvvəl isə Xankəndidə işğaldan azad edilərək Azərbaycanın bütün torpaqları üzərində dövlətimizin suverenliyi bərqərar edildi.
və bundan sonra Azərbaycanda yeni mərhələnin başlanması üçün böyük imkanlar yarandı. Və hakimiyyət təəssüf ki, bu ötən 5 ili də, 2 ili də yenə də itirməkdə və cəmiyyətlə saymazana davranmaqda davam edir. Buna son qoyulmalıdır. O dediyim azadlıqlar verilməlidir və ölkədə gerçək dəyişikliklər başlanmalıdır. Azərbaycanda bugün yüzlərlə siyasi məhbus var. Aralarında yaşlı insanlar var, gənclər var, gənc jurnalist xanımlar var. Aralarında xəstələr var, səhhətlərində ciddi problemlər olan insanlar var. Elə bugün də Müsavat Partiyasının divanında biz o həmin mövzudan danışdıq. Tofiq Yaqublu'nun səhhətində ciddi problemlər var. Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər var. Və bir çox başqa məhbuslar var ki, onların səhhətində problem var. Bu, hakimiyyət o səhhətində ciddi problemlər olan siyasi məhbuslardan başlayaraq bütün siyasi məhbusları azad etmək barədə düşünməlidir. Qarşıdan da Azərbaycanın zəfər günü gəlir, Azərbaycanın qələbələr qazandığı günlər gəlir. Elə mən hesab edirəm ki, həmin günlər də istər məhkəmələri yekunlaşmış siyasi məhbusların azad edilməsi üçün yaxşı fürsətdir. İstərsə də hələ məhkəmələri gedən siyasi məhbuslar üzərində də o prosesin dayandırılması, onların qəti imkan tədbirinin dəyişdirilməsi, onların ən azı evə çıxa bilməsi, səhhətlərinin bərpası üçün məşğul olmasına imkan yaradılmalıdır. Bax, o proseslər başlansa, biz deyə bilərik ki, Azərbaycanda yeni mərhələ başlayır.